Bismillah və binəstəin. Mövzumuza Peyğəmbər sallallahu aleyhi ve sellemin bu hədisi ilə başlayacağım inşallah. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem demişdir ki, Allahın dəvasını göndərmədiyi heç bir xəstəlik yoxdur. Yəni elə bir dərd, elə bir xəstəlik yoxdur ki, uca Allah onun tədavisini göndərmiş olmasın. Bu da bütün xəstələrə ümid verir. Ümid insanda sıcaqlıqdır, nurdur. Həyatdır. Ümid varsa, qəlb rahatlıq içində olar. Qəlb rahatdırsa, bütün orqanlar da rahatlığa bürünər. Əgər bütün orqanlar rahatlığa bürünərsə, o zaman xəstənin də sağalması çox yaxındır. Bilmək lazımdır ki, dinimizdə iki çeşid ilaç vardır. Biri ruhsal, ruha bağlı, qəlbə bağlı, biri də ki, orqanlara bağlı. Və yenə də bundan daha güclü bilmək lazımdır ki, bu iki ilaclardan ən güclüsü qəlbi ilaclardır. Qəlbə dayalı ilaclardır yəni. Əgər insanın qəlbi sağlam olarsa, bütün orqanlar da sağlam olacaqdır. Bütün bunların hamısı qəlbə bağlıdır. Yəni bir müsəlman qəlbində imanı, yəqini, bu dinə qarşı rahatdırsa, imanı, yəqini gücsüdürsə, xəstələndikdə onun sağalması da daha sürətlidir. Ona görə də indiki alimlər deyirlər ki, təcrübələrdən sonra xəstələnən mömin, yəni imanı olan mömin digərlərindən daha tez sağalır. Yəni ki, müşriklərdən, din inkarcılardan daha tez sağalır. Bu niyədir görəsən? Çünki belə anlatım, anlamağa daha çox yaxın olsun. Hər bir şeyin mizacı vardır. Hər bir şeyin mizacı vardır. Məsələn, isti, soyuq və s. belə mizaclar vardır. İman isti mizacdır. Buna sıcaq mizac deyil, yəni ki, isti mizacdır. Yəni ki, imanın nuru vardır. Sən mömin iman etdikdə, imanı artdıqda, gözəl əməllər etdikdə və yaxud da ki, Quran dinlədikdə imanı artır və bu iman artması nəticəsində qəlb sıcaqlığa bürünür. İman, ona görə deyirlər ki, imanın nuru sıcaqdır. Qəlblə imanının artışında o əsnada qəlbə bir istilik girir. Çünki bu imanın nurudur. Qəlbə o nur girdikdə, o sıcaqlıq girdikdə qəlbi isidir. Qəlb isindikdə o qəlbdə baş verən üşütmələr, soyuq xəstəlikləri, soyuqla bağlı xəstəliklər və şək şübhə xəstəlikləri, yəni şəkdən, şübhədən, vəsvəsələrdən doğan qəlbə sirayət edən xəstəliklər və bütün digər xəstəliklər və xüsusilə də ki, psixoloji xəstəliklər hamısı əriməyə başlayır, getməyə başlayır, çəkilməyə başlayır. O xəstəlik pərdələri, qatılıqları qalxmağa başlayır. Və iman etməyən insanın qəlbi qatı olur, qara olur, sıxıntı, yəni dar halda olur, daralmış olur. Hər zaman qəlbində rahatlıq, xoşbəxtlik hiss eləyə bilmir. Və bu səbəbdəndir ki, zənginlər heç bir zaman o xoşbəxtliyi dada bilmirlər qəlblərində. Nə qədər pulları olsa da, sərvətləri olsa da görürsən ki, elə qəlb sıxıntısındadılar. Hər zaman narazıdırlar. Qəlbləri rahatlıq tapa bilmir. Bunun səbəbi imanın orada olmamasıdır. İman olmadıqda qəlb daralır. Qəlb daraldıqda həp vücud sıxıntı içərisində olur. Uca Rəbbimiz Quranda nə deyir? Bismillahirrahmanirrahim. Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər. Kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər. Bu, Ənam surəsi 125-ci ayətdir. Baxın, Uca Allah burada nə deyir? Deyir ki, onun iman etməyənlərin qəlblərini elə sıxar ki, sanki onun şiddətindən göyə çıxar. Amma o zaman insanlar bilmirdilər. Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin zamanında 14-15 əsr bundan öncə kimsə bilmirdi ki, göyə qalxdıqda oksigen azalmağa başlayır və insanın qəlbi daralmağa, sıxılmağa başlayır yuxarı qalxdıqda. Bütün bunlar uçaqlar dövründə anlaşılmağa və bilməyə başladı ki, insan göyə qalxdıqca oksigen azalır və bitir. Və insan göyə qalxdığı zaman qəlb daralmağa başlayır. Bu da Allahın ayətlərinin möcüzəsidir. Bu da bu ayətləri endirənin bu kainatın xaliqi tərəfindən olmasının dəlilidir. Ona görə də kafir hər zaman qəlbi sıxıntılı dar gəzər. Qəlbi geniş deyildir, köksü geniş deyildir. Amma müsəlman, imanı güclü olan birisi
qəlbi rahatlıq içindədir. Allahın ayətləri haqqında arxanlik içərisindədir. Belə bir mömin, Allaha iman edən mömin, Qur'ana qəlbini verən mömin, Qur'an ayətini dinlədikdə o Qur'an ayəti qəlbinə girər. O qəlbinə girməsi ilə də bütün sıxıntıların çəkilməsi, qalxması başlayar. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisində deyir ki, yaxşı bilin ki, vücudda bir ət parçası vardır. Bu yaxşı, yəni düzgün olarsa, bütün vücud yaxşı olar. Bu pozularsa, bütün vücud da pozular. Diqqət edin, bu ət parçası qəlbdir. Ona görə də bu qəlbimiz nə qədər doğru, düzgün, islah olarsa, bütün vücudumuz da ona bağlı olacaqdır. Yəni bütün orqanlarımız da o qəlbə bağlıdır. Qəlb vücudumuzda sultan vəzifəsindədir. Sultan pozisyonundadır. Yəni ki, qəlb nə əmr verərsə, qəlbdən nə gələrsə, vücud orqanları da ona itaat edərlər. Qəlb güclü olduqda ordular da güclü olar. Qəlb zəif olduqda ordular da zəif olar. Ona görə də ilaçlardan ən güclü təsir edən şey tədavi, yəni ilk öncə dediyimiz kimi qəlb tədavisidir, ruh tədavisidir. Bu iman tədavisidir. Əgər ruh olaraq xəstə güclü olarsa, güclənərsə, o zaman xəstəliklər tez çəkiləcəkdir. Amma insanın imanı olmadıqda, inamı olmadıqda, ümidsizliyə uğradıqda xəstəlik daha da güclənər onun vücuduna qarşı. Daha da getsə güclənər, şiddətlənər və hər zaman o ağrını duyar. Amma iman girdikdə qəlbə, xəstə hətta o ağrılar da olduqda dahi o ağrıları o digər xəstə kimi hiss etmir. Az hiss edir, imana bağlıdır bu dərəcəsinə. Ya az hiss edir, ya da ki heç hiss etmir. Və o xəstəlik də yavaş-yavaş çəkilməyə üst tutar. Bütün bunlar Allahın mərhəmətindəndir ki, möminlər üçün qoymuşdur. Ona görə də baxsaq görərik ki, bu xəstəlik tədavisində çox önəmli olan şey insanın düşüncəsidir, yəqinliyidir. Məsələn, həkim sənə dərman yazdıqda, o dərmanlara bağlısansa, düşünürsənsə ki, mən bu dərmanları içib sağalacam, o insan ancaq zərər görər. Ancaq zərər görər. İllər keçər, aylar keçər və xəstəliyin sağalması gecikər və yaxud da ki, sağalmaz. Və çoxu zamanda görürük xəstələrdə belə bir insan, yəni ki, şəfanı ilaçlarda, dərmanlarda görən xəstə çoxu zaman görmüşük ki, sağalmırlar. Əksinə, bu xəstələri daha da dərinliyə qərq olur. Niyə? Çünki o elə düşünür ki, o dərmanı udduqda, ağzına aldıqda düşünür ki, artıq şeydir, bu dərman mənə şəfa verəcək, mən sağalacam. O belə düşündükdə bu səbəbi, dərman səbəbini Allaha ortaq qoşmuş vəziyyətindədir. Belə xəstə kimsə necə sağalsın? Hətta sağalan kimsələr də fitnəyə düşmüş kimsələrdir. Yəni ki, Allah onları imtihan etmişdir. Onların xəstələrinə şəfa verərək. Yəni ki, o günahdan tövbə etməyərək qalmışlardır. Allah onlara elə bir imtihana məruz buraxmışdır ki, tövbə etmədən qalsınlar. Bu da Allahın onlara qarşı bir fitnəsidir. Ona görə cəzasıdır. Ona görə də dərmanı, maddi dərmanı içdikdə, istər kimyasal ilaçlar olsun, istər bitkisel ilaçlar olsun, insan düşünməlidir ki, bu bir səbəbdir. Allah istərsə şəfa verər, istərsə verməz. Və Allaha dua etməlidir ki, Allah ona şəfa versin. Allaha bağlı olmalıdır. Həkimlərə və dərmanlara deyil. O kimyasal dərmanların zərərləri, hələ onlardan danışma. Bu başqa bir müsibətdir. Ümumiyyətlə, dərman haqqında və düşüncə haqqında danışmaq istəyirəm. Ona görə də bir insan dərmanı içdikdə düşünməlidir ki, Allah ona şəfa verəcəkdir. Bunu da nereden bilək ki, xəstə bu cürə düşünür, bu düşüncənin sahibidir? Baxacağıq. Əgər xəstə sürəkli Allah'a dua edirsə ki, ya Rabbim, nə olar mənə şəfa ver və dərmanı içdikdə də içmədən öncə deyirsə ki, ya Rabbim, nə olar mənə şəfa ver və yaxud qəlbində Allah'a bağlıdır. Düşüncəsi budur ki, ya Rabbim, şəfa səndəndir, nə olar mənə şəfa ver. O xəstələr tez sağalırlar. Çünki onlar uca Allah'a ortaq qoşmamışdırlar. Xəstəliyi göndərən Allahdır və onun dəvasını da, şəfasını da verən Allahdır. Ona görə də xəstə qəlbində mütləq Allaha bağlı qalmalıdır, sadiq qalmalıdır. Ona görə də sizdən ilk istədiyim şey düşüncələrinizi dəyişdirmək və gücləndirməkdir. Yəni bitkisel ilaçları içmədən öncə Allaha çox dua etməniz lazımdır. İçdikdən sonra da dua etmək lazımdır. Qəlbiniz sürəkli Allaha bağlı olması lazımdır. Və gecələr mümkün qədər qalxıb
Allaha sidqlə, səmimiyyətlə dua etmək lazımdır. Yəni ki, Allahla aranızı düzəltməniz lazımdır. Allaha şəfa duası etməniz lazımdır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, "Əd-duau silahul mümin." Dua müminin silahıdır. Ən güclü silah duadır yəni. Sən əgər Allaha dua edərsənsə, bil ki, sənin bütün sıxıntılardan qurtulmağın çox yaxındır. Ona görə də, yəni anlatmaq istəyirəm ki, inkarcıların qəlbləri qatı olur və bu qatılıq onların qəlblərinə ağırlıq verir, sıxıntı verir, darlıq verir, geçimsizlik verir. Nə qədər sərvət sahibi olsalar da hər zaman özlərini sıxıntıda hiss edirlər. O xoşbəxtlik dadını dada bilmirlər. Amma fəqir möminlərə baxarsansa, dünyanın ən saadət sahibi zənn edilərsən. Çünki onlar qəlblərində ləzzət duyurlar. Elə bir ləzzət bunu kimsə anlaya bilməz. Ancaq iman sahibindən başqa. Ona görə də öncəki müsəlmanlar, alimlər deyirdilər ki, əgər sultanlar bizim qəlbimizdən nələr, hansı zövqləri çəkdiyimizi bilsəydilər, əlacları olsaydı buna, mütləqa qılınclarını çəkib bizimlə bizdən almaq üçün mütləq qılınclarını çəkib bizimlə savaşardılar. Bu belə bir ləzzətdir. Onu ancaq iman sahibi duya bilər. Allah bu zövqü iman sahibinə vermişdir. Yəni, xəstə hardan anlayacaq ki, onun qəlbi bu durumdadır. Yəni ki, xəstənin qəlbi bitkisel ilacları qəbul etməyə hazır vəziyyətdə olmalıdır. Yəni, qəlbi bu vəziyyətdə olmalıdır ki, deməlidir ki, ver, mən Quranda gələn, hədisdə gələn, Peyğəmbərimizin bildiyi dərmanları qəbul edəcəm və mən bilirəm ki, Allah mənə şəfa verəcəkdir və bu səbəbləri də qoyan Allahdır. Mən də düzgün səbəbləri tuturam və Allaha dua edirəm. Allahdan şəfamı istəyirəm. Allah dilərsə şəfa verəcək, dilərsə verməyəcək və verməyəcəksə də bunda mənim xeyrimi qoymuşdur. Amma mən ümid edirəm ki, Allah mənə şəfa verəcəkdir. Allaha belə dua etmək lazımdır. Qəlbi hazır vəziyyətə gətirmək lazımdır. Bunu da bundan anlaya biləcəyik ki, bunu demək istəyirəm. Xəstə ayəti dinlədikdə Allahın ayətini, o ayət onun qəlbinə girirsə, demək ki, onun qəlbi çox güclü bir hazır vəziyyətdədir. Demək ki, çox verimli bir qəlbdir. Məsələn, xəstə bu ayəti duyduqda Fatihə surəsini Elhamdülillahi Rabbil aləmin Elhamdülillahi Rabbil aləmin Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Xəstə ayəti duyduqda, ayət onun qəlbini açırsa, demək ki, qəlbinin qıfılı yoxdur, gedibdir. Əgər açmırsa, demək ki, qəlbində bir qıfıl vardır. Demək ki, o qıfılı açması lazımdır. Bu da necə olacaqdır? Qur'anı oxumaqla, Qur'anı dinləməklə. Xəstə sürəkli hər gün Qur'anı dinləyirsə, o qəlbinin qatılığı getməyə, ərməyə başlayacaq. Və xəstə öz yəqinliyi nə qədər gücləndirərsə, o qıfıllar da çəkiləcəkdir. Yəni, xəstə qəlb Allaha iman etməlidir. Allaha imanını gücləndirməlidir. Yəqinlik içərisində olmalıdır ki, qəlb açılsın ki, Qur'an ayətləri və bitkisel ilaçlar ora sirayət etsin, girsin. Ona görə xəstə ayətləri dinləməlidir. Elhamdülillahi Rabbil aləmin Ar-Rahmanir-Rahim Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəhmənə və Rəhimə. Baxın, Allah öz adlarını Rəhmən və Rəhimi gətirir. Bu, Fatihə surəsində Cabbar, Cəlal, Əl-Qavi, yəni güclü, Zu-İntiqam, qisas alan, bu ayətləri demir. Bu adlarını çəkmir. Amma Fatihə surəsində nə deyir? Allah, Ar-Rahman, yəni ən mərhəmətli, Ar-Rahim, çox mərhəmətli. Bu kimi adlarını çəkir. Yəni ki, ey qul, bil ki, Allah sənə mərhəmət etmək istəyir, sənə rəhmət etmək istəyir, sənə rəhm etmək istəyir, sənə acıyır, sənə bütün xeyirləri vermək istəyir. İstər şəfa olsun, istər iman olsun, istər yəqinlik olsun. Allah səni cənnətə ulaşdırmaq istəyir. Ona görə də Allah bu adlarını çəkir burada ki, qulu Allah haqqında gözəl zənn etsin, xatircəm olsun. Və ona görə də uca Allah qüdsi hədisdə deyir ki, mən qulumun mənim haqda olan zənni iləyəm. Nə deməkdir bu? Yəni, alimlərimiz deyirlər ki, qul Allah haqqında nə zənn edərsə, o cürə də müamilə görər. Yəni, özəlliklə də xəstə,
əgər düşünürsə ki, Allah mənə şəfa verəcək, Allah mərhəmətlidir, Allah ona mərhəmət edəcək, şəfa verəcəkdir. Çünki Allah haqqında doğru düzgün düşündü, doğru düzgün zənn elədi yəni. Amma pis düşünərsən, Allah yoxdur, Allah şəfa verən deyildir varsa da, Allah zalimdir, nə bilim, belə pis şeylər düşünərsə, o insan qurtulmaz. Xəstəsə də şəfa görməz. Çünki Allaha qarşı üsyan içərisindədir. O qəlb üsyan içərisində olduqca da qəlb daralır, sağlıqlı olmur, qatılaşır, orada pisliklər baş verir. Qəlb elə düşündükdə qəlbdə siyahlıq əmələ gəlir. Amma qəlb iman etməyə başladıqda qəlbdə beyazlıqlar əmələ gəlməyə başlayır. O beyazlıqlar nə qədər çoxalırsa yəqinliyin güclənməsi ilə qəlbdəki o qaralmış sıxıntılar da eləsinə çəkilməyə başlayır. Ta ki qəlb bəmbəyaz olur, günahlardan arınmış olur. Ona görə də qəlb düşüncəsi çox önəmlidir. İbn-i Qayyim öncə hədisi söyləyim. Rasulullah sallallahu aleyhi ve sellem zamanında baş vermişdir. Peyğəmbərimizin əshabı səfərə çıxırlar və səfərdə bir inkarcı tayfanın yanından keçməli olurlar və onlardan o inkarcı tayfadan bunları misafir etmələrini istəyirlər. Amma o tayfa, yəni qəbilə qəbul etmirlər. Onlara yemək, içmək, misafir etmək istəmirlər. Və onlar da, bu sahabələr də, bu müsəlmanlar da, sahabələr kimlərdir? Peyğəmbərimizin dostları, Peyğəmbərimizə iman etmiş, Peyğəmbərimizin tərəfdarları. Onlar da çəkilib, bir aralığa çəkilib, orada bərqərar olurlar, orada dururlar, qalmağa başlayırlar və bu əsnada bu qəbilənin rəisini əqrəb sancır. Və nə edirlərsə, nə ilaclar, dərmanlar edirlərsə də sağalmır, daha da pisliyə getməyə başlayır. Sonda onlardan birisi deyir ki, bu gələnlər vardı ya, misafirlər, onlara gedin, baxın görün onlarda bir şey varmı buna qarşı, bu xəstəliyə qarşı, bu illətə qarşı. Adamlarını göndərirlər, gəlib onlar da bu sahabələrə soruşurlar, sizin yanınızda bir şey varmı xəstəlik üçün? Sahabələrdən də biri deyir ki, bəli, məndə var, ruqiyyədir. Yəni ki, Qur'an oxuyaraq Allahın izniyle sağaltmaqdır. Amma mən bunu etməyəcəm. Çünki biz sizdən bizi misafir qəbul etməyinizi istədik, səfərdəyik, amma siz bunu qəbul etmədiniz. Ona görə də mən bunu bir şey qarşılığında edəcəm. Elə belə etməyəcəm. Və bir qoyun sürüsü ilə razılığa gəlirlər, qərarlaşırlar. Və sahabə gedir bu rəisə sadəcə bu surəni oxuyur. İndi sizə oxuyacağım Fatihə surəsini. Sadəcə Fatihə surəsini oxuyur və adam deyir ki, Fatihə surəsi bitər, bitməz. Adam sanki dəvərin bağından qurtulub çıxdığı kimi o bağdan qurtulub çıxdı, ayağa qalxdı, gücləndi, gəzməyə, dolaşmağa başladı. Xəstəlikdən əsər əlamət qalmadı. Hamısı heyrət eləyirlər və vəd verdikləri o qoyun sürülərində verirlər sahabələrə. Düşünün, və Peyğəmbərimizin sallallahu əleyhi və səlləm yanına gəlirlər sahabələr, qoyunu təqsim eləmirlər, bölüşdürmürlər. Deyirlər ki, baxaq görə düzgün əməl etmişik, yoxsa yox, Peyğəmbərimiz qəbul edəcəkmi, yoxsa yox. Peyğəmbərimiz də qəbul edir, onları təsdiq edir. Və o sahabəyə deyir ki, sən necə də bildin ki, Fatihə ruqiyyədir, ruqiyyə surəsidir. Yəni ki, Fatihə surəsini oxuyan xəstə sağalar. Baxın, o surəni oxuyuram yenə. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين.